Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Sallallahu ve sellem ala nebiyyina Muhammedin ve ala alihi ve men istenne bi sünnetihi ila yevmiddin. Allahümme allimna ma yenfa'una ve enfa'na bima allamtana. İnneke entel alimul hakim. Amma ba'd. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Değerli kardeşlerim, Allah həmd olsun. Allah Teala bizi müvəffəq eləyir. Xeyrə, zikrə, ibadətə, itaətə, salih əməllərə. Allah Teala buyurur ki: "Və mə bikum min ni'mətin fəmin Allah." Sizdə olan hər bir nemət Allahdandır. Allah həmd eləyib, Allah şükr eləyirik ki, Allah Subhanahu wa Taala belə nemətləri bizim üçün asanlaşdırır. Həmçinin kimlər ki, belə xeyirli məclislərin səbəbi olur, onlar üçün də Allahdan dua eləyirik, istəyirik ki, Allah onlara kömək olsun. Bizə belə şərait nəzərlərlə yaratdığına görə Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki: "Mən la yəşkurun nas, la yəşkurullah." İnsanlara dəyər verməyən, təşəkkür eləməyən, onlara hörmət eləməyən, Allaha da şükr eləmiş, dəyər vermiş sayılmaz. Allah Teala bizi sabit etsin, dəyərli qardaşlar. Sonra üç əsasda gəldiyi çatdıq müəllif rahiməhullah buyurmuşdu ki, birdən sənə sual versələr, səndən soruşsalar ki, o üç əsas nədir ki, hansı ki insana vacibdir ki, onu bilsin. Nə idi dəyərli qardaşlar? Birincisi nə idi? Qulun tanımasıdır, öz Rəbbini tanımasıdır, dinini öyrənməsidir. Həmçinin Peyğəmbəri Muhammed sallallahu aleyhi ve sellem'i tanıması və onun haqqında öyrənməsidir. Və biz burada danışdıq birinci nəydən? Allahı tanımaqdan. Allahı tanımaq dediyi qardaşlar, iki növ olur. Birinci növ hansıydı? Allah Teala'nın yarattıqlarına baxmaqla, fikirləşməklə, onlara baxmaq, İnsanı hara aparır? Allah Teala'nı tanımağa. İnsanı aparır ki, öz Rəbbini tanısın. İkinci nədir? Allah Teala'nın şəriətində qoyduğu gözəl əmirlər, qadağalar, qaydalar, qanunlarla. Hansı ki, baxırsan ki, onların hər birisi kimin xeyrinədir? Bəşəriyyətin xeyrinədir. Allah Teala elə bir qanun qoymayıb ki, o qulun zərərinə olsun. Qoyduğu qanunların hər birisi qulun xeyrinədir. Dünyada və axirətdə. Və ikinci məsələ, burada demişdi ki, qul tanımalıdır və bilməlidir öz dinini. Şeyx Muhammed İbn Salih Əl-Üseymin rahimehullah buyurur ki, ikinci əsas odur ki, hansı ki, qul mükəlləfdir onu bilməklə. Və bu da nədir? Dinidir. O da özündə əhatə eləyir nəyi? Din. Əhatə eləyir özündə hikməti, rəhməti, qulların xeyirlərini, həmçinin qullara xeyirləri cəlb eləyib, onlardan fəsadları uzaqlaşdırmağa əhatə eləyir özündə. Və həmçinin buyurur ki, İslam dinini kim təəmmül eləsə, haqqat təəmmül, düzgün, doğru, haqqı ilə təəmmül eləsə, kitabın, sünnətin tələb elədiyi kimi təəmmül eləyib baxsa ona, arafə ənəhu dinul haqqı. Bilər ki, onun dini İslam haqq dinidir. Hətta Peyğəmbər sallallahu aleyhi ve sellem əmisi Abu Talib bilirdi ki, Muhammed sallallahu aleyhi ve sellemin dini haqdır. Hətta beyt də deyir, وَلَقَدْ عَلِمْتُ بِأَنَّ دِينَ مُحَمَّدٍ Xayral ədyənil bəriyyəti dinən. Məndir bildim ki, Muhammed sallallahu aleyhi ve sellemin dini göndərilmiş dinlərin ən xeyirlisi, ən əfsəlidir. Və ləqad alimtu bi ənə dinə Muhammedin. Bildim deyir ki, onun dini ən xeyirli dindir. Sonra deyir ki, vələulə məsəbbətu əv həzəri vələulə buyurur ki, Abu Talib, əgər qövmümün qınağı olmasaydı, mənə təhəni eləməsəydilər, لَرَأَيْتَنِي سَمْحًا بِذَاكَ مُبِينًا. Görərdi ki, mən də açıq aydın onun dininə tabi olmuşam. Lakin tabi olmadı. Amma bilirdi ki, Peyğəmbər sallallahu aleyhi ve sellem dini, tövhid dini haqq dindir. Ona görə şeyxdir ki, kim baxsa, düzgün baxsa görər ki, din haqdır, İslam dini haqdır. وَاَنَّهُ اَدْدِينَ اَلَّذِي لَا تَقُومُ مَصَالِحُ الْقَلْقِ اِلَّا بِهِ. Görər ki, bütün islahatlar, məxluqatın xeyrinə olan islahatlar bu dinin üzərindədir. Heç bir insana yaraşmaz ki, İslam dinini başqa dinlə müqayisə eləsin. Və yaxud da buyurur ki, bugünkü müsəlmanların əməllərini İslamla müqayisə eləmə. Doğrudan da elədir. Əksər insanlar la ilahe illallah deyir, Muhammed Rasulullah deyir, sallallahu aleyhi ve sellem. Lakin görürsən ki, adam gedir, daşa ibadət eləyir, adam gedir, ağaca ibadət eləyir. Məsələn, kimsə bir dənə ağac əkib, hansısa kənddə, normal bir ağacdır, yəni Allahın yaratdıqlarından bir yaratdığıdır, məxluqdur. Görürsən, o pirə döndəriblər, gəlirlər, parçalar bağlayırlar ora,
diləklər tuturlar. Biri deyir ki, evladım olsun. Spitskanın qutusundan, necə deyirlər, el arasında nəyini düzəldir, yerləncə, hansı ki, uşaqlar onun içində yatıstırırlar. Yəni, etiqad edir ki, belə bir şey düzəltsəm, yerləncəyə oxşar bir şey assam ağacdan və bir dilək tutsam, ağac səbəb olacaq. Şimdi ən yaxşı zənnlə desək, bəzilər belə fikirləşir ki, ağac səbəb olacaq ki, Allah mənə evlad verəcək. Hətta biraz belə şiddətli desək, bəzilər deyir ki, ağac mənə evlad verəcək. Bunu oradan assam, evladım olacaq. Fikir verin, Allahın yaratdıqlarından biri yaratdığı bir məxluqdur. Etiqad edir ki, adam o nəsə verər və ya məndən bəlanı uzaqlaşdırar, məndən müsibəti uzaqlaşdırar. Fikir verirsiniz, insanlar necə, müsəlmanların əksəriyyəti necə zəlalət içindədir. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, çox olacaqsınız, amma köpük kimi, çörçöp kimi olacaqsınız. Fikir verirsən, niyə? Allah qorxusu yoxdur, sünnətə bağlılıq yoxdur, tövhidi yaşamırlar. İntansurullaha yansurukum. Allah kömək eləsəz, Allah sizə kömək eləyəcək. Kömək olmasa, Allah da kömək eləməyəcək. Fələ qalib. Allah təala buyurur ki, وَمَنْ نَصْرُ إِلَّا مِنْ عِنْدِ اللّٰهِ الْعَزِيزِ الْحَكِيمِ Nasır, kömək, yardım, təyid, dəstək Allahdandır. Göz qüvvət sahibi olan Allahdan. Sən Allaha tövhid sünnət üzərində ibadət eləməsən, Allah sənə evlad verməklə kömək eləməyəcək. Allah təala sənə yardım eləməklə, sıxıntılardan xilas eləməklə sənə kömək eləməyəcək. Ona görə müsəlmanların əksəriyyəti müsibətdədir. Niyə belə olur? Niyə Allah yardım eləmir? Niyə Allah təala kömək eləmir? Çünki sən Allah deyən kimi yaşamırsan. Öz istəklərin kimi, nəfsi istəklərin kimi yaşayırsan. Sonra buyurur ki, müsəlmanların əksəriyyəti ifrata varıblar. Əksəriyyəti Allahın qadağa elədiyi o böyük günahları eləyirlər. Və sonra deyir ki, kəənnəl əişə beynəhum fil bilədil muslimin. Sonra deyir ki, yəni müsəlmanlar ki var, qeyri-müsəlmanların ölkəsində elə yaşayırlar ki, sanki yəni İslam və yaxud da buyurur ki, rahiməhullah, İslam ölkəsində yaşayan müsəlmanların əksəriyyətinə baxsan, elə yaşayırlar ki, sanki İslam abu-havasında deyirlər. Necə görürsünüz? Qadınlar cahilləşir, çılpaqlaşır. Kişilər yəni elə yaşayırlar ki, sanki Allahu Akbar, sanki müsəlman deyirlər. Əməllərində, nə ailələrində, nə ədəblərində, nə əxlaqlarında özlərini elə aparırlar ki, baxırsan ki, müsəlmançılıqdan əsər əlamət yoxdur. Bir dənə dildədir, məsələn, deyir ki, mən müsəlmanım. O da Allah bilir, fayda verəcək yoxsa yox. Allah təala hidayət versin millətimizə. Və sonra şeyx burada buyurur ki, rahiməhullah, Muhammed Abdülvahab, üçüncü nədir? Peyğəmbəri Muhammed sallallahu aleyhi ve sellem'i tanımaq. Və üçüncü əsas odur ki, insan öz Peyğəmbəri Muhammed sallallahu aleyhi ve sellem tanımalıdır. O da necə tanıya bilər? Peyğəmbər sallallahu aleyhi ve sellemin həyatını oxumaqla, onun sirasını öyrənməklə, onun ibadətlərinə baxmaqla, əxlaqına baxmaqla, Allaha olan dəvətinə baxmaqla, Allah yolunda etdiyi cihadlara baxmaqla, ümumiyyətlə bütün həyatına baxsan deyir, öz Peyğəmbəri Muhammed sallallahu aleyhi ve sellemi tanıyarsan. وَلِهَذَا يَنْبَغِي لِكُلِّ إِنْسَانٍ Ona görə də hər bir insana yaraşan odur ki, يُرِيدُ أَنْ يَزْدَادَ مَعْرِفَةً بِنَبِيِّهِ وَإِيمَانًا بِهِ أَنْ يُطَالِعَ مِنْ سِيرَتِهِ مَا تَيَسَّرَ فِي حَرْبِهِ وَسِلْمِهِ وَشِدَّتِهِ وَرَخَائِهِ وَجَمِيعَ أَحْوَالِهِ Yəni hər bir insan istəyirsə, sirəyə baxsın, o baxmaqla imanı artacaq. İmanı artacaq, Peyğəmbər sallallahu aleyhi ve sellem barədə mərifəti artacaq. Görəcək ki, o necə Allah üçün döyüşlərdə olub, əsirlərlə necə müamilə eləyib, onun qəzəbi olduğu hallar necə olub və yaxud da şiddətli anları, çətin anları necə olub, rahat yaşadığı vaxtlar necə olub. Bütün hallarını öyrənər Peyğəmbər sallallahu aleyhi ve sellemin. Əgər baxsa, sonra dua edir ki, rahiməhullah, Allahdan istəyir ki, Allah Teala bizim hər birimizi gizlində, aşkarda öz Peyğəmbəri Muhammed sallallahu aleyhi ve sellemə tabi olan sözlərinin əməlləri hər birisi ona müvafiq olanlardan etsin. İnnehu valiyyuhu vel qadru aleyh. Allah Teala duaları eşidən, qəbul eləyən və buna qadir olandır. Sonra buyurur ki, Muhammed Abdülvahab rahiməhullah, fəidə qeylələk, yenə deyir ki, birdən sənə desələr, deyilsə, mən Rabbuk, Rəbbin kimdir? Bundan əvvəl demişdi nədir? 3 məsələ, qulun tanıması, Rəbbini, Peyğəmbərini və dinini. İndi deyir ki, birdən sənə sual versinlər ki, kimdir sən Rəbbin? Rəbbin kimdir? Özü öyrədir. Fəqul, bunu sən də öyrədə bilərsən. Kimsə səndən soruşsa ki, mən Allahı necə öyrənədim, necə tanıya bilərəm? Sən də belə cavab verə bilərsən. Hazır sual və cavabdır. Allah şeyxə rəhm eləsin. Fəqul,
Rabbiyallahüllezî rabbani və rabbə cəmi'al aleminə bi ni'mihi. Səndən soruşsalar ki, Rəbbin kimdir? De ki, Rəbbim Allahdır. Hansı ki, məni və bütün aləmləri öz neyməti ilə tərbiyə edir. Və huvə mə'budi. O mənim məbudumdur. Yəni, ibadət elədiyimdir Allah. Leysə li mə'budun sivahu. Ondan başqa məbudum yoxdur. Həqiqətən də müsəlmanın Allahdan başqa məbudu, ibadət elədiyi, qarşısında ruku elədiyi, səcdə elədiyi, sıxıntı anlarında yalvarıb, israrla istədiyi birisi yox. Allahdır subhanahu wa ta'ala. Çünki mömin bilir ki, qarşısında əyilməyə layiq olan odur. Səcdə onun üçün edilir, dua ona edilir, qurban onun üçün kəsilir. Rəzil və yaxud da zəlil yalnız Allahın qarşısında olursan. Allahdan qeyrisinin qarşısında zəlil olmaq insan rəzilliyə aparır. İnsanın şəxsiyyətini alçaldır. Ona Allah Teala insana hörmət qoyub. Özünün qarşısında əyləndə izzətləndirir. Özündən qeyrisinin qarşısında əyləndə Allah Teala onu rəzil rüsva edir. Sonra buyurur ki, rahiməhullah, bunun da dəlili Fatihə surəsi 2-ci ayədir. Elhamdülillahi Rabbil ələmin. Həmd aləmlərin Rəbbi olan Allaha məxsusdur. Və kullu məsivallahi aləm. Allahdan qeyri nə varsa hamısı aləmdir. Və ənə vahidun min zəlikəl aləm. Sonra buyurur ki, rahiməhullah, mən də bu aləmlərdən biriyəm. Allahın yaratdıqlarından biriyəm. Buyurur ki, Şeyh Muhammed İbn Salih Əl-Hüseymin rahiməhullah şərhdə Əy mən huvə rabbukəlləzi xalaqak. Sənə sual versələr ki, səni yaradan Rəbbin kimdir? Və əməddək, sənə yardım eləyən, və əəddək, səni hazırlayıb insan qiyafəsinə salan, və razaqak, sənə ruzu verən kimdir? Və buyurur ki, rahiməhullah, Rəbbim Allahdır deyəndə, məni neymətləri ilə tərbiyə eləyib, ət-tərbiyə, tərbiyə nə deməkdir? Hiyə ibaratun ən-riayəti. Tərbiyə yəni riayət eləməkdən, diqqət eləməkdən götürülür və ibarətdir. Əlləti yəkunu bihə təqvimul murabbə. Hansı ki, kimə ki tərbiyə verilirsə, onu gücləndirir. Tərbiyə edən öz neymətləri ilə, ona olan diqqəti ilə onu gücləndirir. Və yuş'iru kəlamul müəllif rahiməhullah ənər Rabb məxudun minət tərbiyə. Yəni, müəllif rahiməhullah buyurur ki və bildirir ki, murabbə sözü, yəni Rab sözü tərbiyə sözündən götürülüb. Li'ənəhu qalə əlləzi rabbəni və rabbə cəmi'al aləminə bi'əmihi. Çünki buyurdu ki, məni və bütün aləmləri öz neyməti ilə neymətləndirən və ya tərbiyə edən. Fəkullul aləmin qad rabbəhumullah bi'əmihi. Bütün aləmləri kim tərbiyə eləyir? Allah da öz neyməti ilə tərbiyələndirən. Və əəddəhum limə xuliqu ləhu. Allah Teala ne üçün ki insanlar yaradılıb, onlara lazım olan hər bir şeyi yaradıb olarsın. Və əməddəhum bi rizqihi. Öz ruzusuyla onlara yardım eləyib, onların imdadına satıb. Qalallahu təbarək və teala fi muhavvarati Musa və Fir'un. Allah Teala Musa ilə Fironun diyalogundan bizə xəbər verir. Taha surəsi 49-50-ci ayədə Allah Teala buyurur ki, Fəmən rabbukumə ya Musa. Firon Musa'ya deyir ki, Fəmən rabbukumə ya Musa. Ey Musa, sizin Rəbbiniz kimdir? Fikir verin Musa aleyhissalamın cavabına. Qalə rabbunəl-ləzi a'ta kullə şeyin xalqahu thumma hədə. Rəbbimiz o kəsdir ki, hər şeyə öz xilqətini verib. Yəni onu yaradıb. Thumma hədə. Sonra ona hidayət verib. Yaradandan sonra başlı başına bırakmayın. Necə müəllif Muhammed Abdülvahab demişdi? 3 məsələdə nə idi? Bizi yaradıb, başlı başına bırakmayın. Əksinə, bizi rozulandırıb. Fəkullu əhədin minəl aləmin qad rabbəhullahu azə və cəllə binəmihi. Bütün aləmlər hamısını Allah Teala öz neymətləri ilə tərbiyə edir. Hamısını dəyərli qardaşlar görürsünüz. Bəzi insanlar sual verirlər ki, yəni Allah Teala tək, Allah Teala bir, insanlar çox, hamısını ruzulandırır. Biraz arada şəkkə şübhəyə düşür ki, yəni bu necə olur, nətər olur? İbn Abbasdan bunu soruşurlar.
O hədis ki, Peyğəmbər sallallahu əleyhi və səlləm ki, sizdən elə biri yoxdur ki, qiyamət günü Allah Taala onunla arasında heç bir tərcüməçi olmadan danışmasın. Hər kəsə Allah Taala bir-bir dindirəcək. Allahu akbar. Suallar verəcək Allah Taala. Sual verirlər sahabə ki, yəni Allah tək olduğu halda bu necə eləyəcək? İnsanlar da çox, milyonlarla, milyardlarladır. Necə Allah Taala belə şey eləyəcək? Radiyallahu anh deyir ki, onları tək olan Allah eyni anda ruzulandırdığı kimi onları da elə hesaba çəkəcək. Hamısını bir-bir hesabat eləyəcək Allah Taala. Tək. Mə minkum min əhədin illə və seyükəllimuhu Rabbuhu leysə beynəhu və beynəhu turcümən. Sizdən elə biri yoxdur ki, Allah Taala onunla arasında heç bir tərcüməçi olmadan danışmasın. Hamı ilə bir-bir. Allahu akbar. Allah Taala bizim ayıblarımızı ötsün dünyada, həmçinin axirətdə. Ümidimiz odur ki, Allah Taala örtəcək mömin quluna, Allah Taala təkbətək sual cavab eləyəcək. Rəhmətinə fikir verirsiniz, Allah Taala təkbətək on sual cavab eləyəcək. Allah ona etdiyi günahları xatırladacaq. Deyəcək ki, bunlardan hansını inkar edirsən? O deyəcək ki, heç birini, ya Rab. Bunu eləmişsən, deyəcək eləmişəm. Bunu eləmişsən, deyəcək eləmişəm. Bu günahı etmişsən, deyəcək etmişəm, ya Rab. Allah Taala deyəcək ki, dünyada sənin bağışladığın və örtdüyüm kimi, bugün də sənin bağışlayıb və günahlarını örtürəm. Allahın rəhmətinə bax. Vallahi, hər kəsin günahı var. Böyük, kiçik, Allah böyüklərdən qorusun, kiçiklərdən də heç kim salamat qalmayıb. Lakin Allah Taala rəhmətlidir. Ona görə görürsən, salih sələflərdən birinə deyirlər ki, istəyirsən qiyamət günü Allah yoxsa valideynlərin hesab edəcəksin, deyir ki, yox, Allaha and olsun, Allahı seçərəm. Çünki Allah ata-anamdan daha rəhmətlidir. Ata-anamdan daha rəhmətlidir. Burada fikir versən, burada hər kəsdən rəhmətli olsa da, səni qorusa da, yedizdirsə, içizdirsə də, nə qədər ədalətli olsa da, haradasa ədalətsizliklər olur. Allah eləməz ədalətsiz. Rəbbin heç kəsə zülm eləməz. Allah Taala bizi dünyada və axirətdə günahlarını örtdüyü qullardan eləsin. Həmçə sələflər deyirlər ki, "Ləv ənə liz-zunubi raihatun ma jalasa ahadun ilayna." Əgər günahların iyi olsaydı, heç kim bizimlə oturmazdı. Heç kim bizimlə oturmaz, çünki günahlar hər kəs eləyir. Bunu deyən də böyük alimlərdir. Sonra Şeyx Muhammed ibn Salih Əl-Üseymin rahimehullah buyurur ki, وَنِعَمُ اللّٰهِ عَزَّ وَجَلَّ عَلَى عِبَادِهِ كَثِيرًا. Allahın qullarına olan neymətləri çoxdur. لَا يُمْكِنُ حَسْرُهَا. O neymətləri saymaq mümkün deyil. Onları bir rəqəmlə məhdudlaşdırmaq mümkün deyil. قَالَ تَبَارَكَ وَتَعَالَ وَاِنْ تَعُدُّ نِعْمَةَ اللّٰهِ لَا تُحْسُوهَا. Allah Taala buyurur ki, əgər Allahın neymətlərini saysaz, sayıb bitirə bilməzsiniz. Allahın neymətlərini öz üzərində az görənlər, yaxşı bilən baxsa, Allah ona hansı neymətləri verib. Yaxşı baxsan insafla, Allah Taala sənə o qədər neymətlər verib ki, sadəcə insaf gözü ilə baxmaq lazımdır. Ədalətli baxmaq lazımdır. Kimlərdəsə çox görüb, özündə az olanlara görə naşükürlük eləmək lazım deyil. Əksinə şükr eləmək lazımdır ki, Allah Subhanahu wa Taala səndə olanları da artırsın. Həmçinin insanlara baxıb həsəd eləmək lazım deyil. Allah filan kəsə nəyisə verib, mənə verməyib. Allahın hikməti var. Allah ədalətlidir. Sən nəyə haqlısansa, sən nəyə layiqsənsə, Allah Taala onu sənin üçün təyin edib. Nəhnu qasamna beynəhum məişətəhum fil hayatid dunya. Biz dünyada onların güzaranlarını bölmüşük. Allah Taala bölüb. Bugün nə varsa onu az bilib Allah Taala naşükürlük deyil. Ona görə Allah Taala şükr eləmək lazımdır ki, Allah Taala artırsın. Və iz təəzzənə rabbukum la in şəkertum la əzidənnəkum. Rəbbiniz xəbər verdi ki, əgər şükr etsəniz, sizə olan nemətlərimi artıraram. Və la in kəfərtum. Əgər nankörlük etsəz, az görsəz, özünüzü ondan daha xeyirlisinə layiq görsəz, innə əzəbi ilə şədid. Allah Taala deyir ki, əzabım şiddətlidir. Naşükürlük eləmə, səndən daha az olanlara bax, xəstə olanlara bax, əli, qolu, ayağı olmayanlara bax, səndən daha ehtiyaclı olanlara bax, onda başa düşəcəksən ki, Allah Taala sənə böyük nemətlər verib. Möminlərin əmri Ömər radiyallahu anh deyir ki, Allah Taala mənə imtihanlar göndərəndə, mən baxıram o imtihanlara, birinci baxıram nəyə? Şükr eləyirəm Allaha ki, Allah Taala
bundan da daha böyüyü ilə məni imtahan eləməyib. İmtahana görə Allah şükür eləyir ki, Allah bundan da böyüyü ilə məni imtahan eləməyib. Bundan da böyüyü gələ bilərdi və ya bundan da betəri gələ bilərdi. Ona görə şükür elə, Allah sənə üçün artıracaq. Buyurur ki, Muhammed Abdülvahab və yaxud da ki, Muhammed ibn Salih Əl-Ütheymin rahiməhullah, ikinci məsələ, yəni Allah mənim məbudumdur, ibadət etdiyimdir. Əy və huvəl-ləzi ə'buduhu və ətəzəlləlu ləhu xudu'an və məhəbbətən və tə'zimən əf'alu mə yə'muruni bih və ətruku mə yənhəni anhu fəleysə li əhədun ə'buduhu sivəllah. Tövhidi cəm eləyib rahiməhullah. Buyurur ki, Şeyh Muhammed ibn Salih Əl-Ütheymin, o Allah ki, mən ona ibadət eləyirəm, onun qarşısında sevərək, onu təzim edərək ona boyun əyirəm. Əmr etdiklərin yerinə yetirib, qadağa etdiklərini tərk eləyirəm. Ondan başqa ibadət etdiyim heç bir kəs yoxdur. Və budur, Allaha ibadət eləyən belədir. Onun qarşısında əyilir, onun üçün öz hörmətli başını əyir, dizlərini qattalayır, ən təvazükar halı, əqrabu mə yəkunul əbdu min rabbihi və huvə səcidun, qulun Allaha ən yaxın olan halı səcdə elədiyi haldır. Nə qədər insanlar var ki, təkəbbürlü insanlar, səcdə eləməyi özünə ar bilir, abur bilir. Ona görə də ona haqdan danışanda adam başa düşmür. Çünki təkəbbürlüdür, təkəbbürlü tuluğudur insan. Allah Teala deyir ki, səasrifu an əyatiyyəl-ləzine yətəkəbbərunə fil-ardı bi qayril haqq. Yer üzərində haqsız olaraq təkəbbürlü eləyən insanları ayələrimizi başa düşməkdən yayındıracaq. Adamda o qədər təkəbbürlü var ki, o da kibirlidir ki adam. Ayə deyirsən, hədis deyirsən, o bizə aid deyil deyir. O bizə, o sizin üçündür. Siz eləyin ibadəti. Bizə nə olub ki? Kimə nə eləmişik ki? İbadəti eləmək üçün kimlərəsə nəsə etmək və ya etməmək lazım deyil. İbadət sənin vəzifəndir. Sənin heç vaxt pulun, varın, dövlətin Firondan çox olmayacaq. Qarundan çox varlanmayacaqsan. Sən əvvəlki varlı dövlətli insanlardan çox varlanmayacaqsan. Allah onların hamısını yerə batırıb. Allah onları cəzalandırıb. Allah onları o qədər göylərə qaldırıb ki, itlərinin hürməsini eşidirdilər. Lakin başı üstə Allah Teala yerə bastırıb. Lakin elə salihlərdən Allah Teala xəbər verib ki, onları tərifləyir. Radiyallahu anhu və radu anhu. Allah onlardan razıdır. Onlar da Allahdan. Niyə görə? Çünki gecələri kənu qalilun min Allah Teala buyurur ki, onlar gecələri az yatardılar. Və bil əshərihum yəstəğfirun. Səhər vaxtı Allahdan bağışlanma diləyərlər. Onların içində elə varlı kişilər var idi ki, Abdurrahman ibn Avf kimi, vallahi, onun malı ilə, mülkü ilə Mədinə dolanır. Abdullah Mübarək kimi, Abdullah Mübarək, o öləndən sonra onun malı, mülkü Mədinəyə paylanır. Neçə il onun malı, mülkü ilə dolanırlar. Ki versən, elm tələbələri olmasaydı, deyir, vallahi işləməzdim. Dəvət edir elm tələbələrini, Sufyan Əs-Savri, Fudayl ibn İyad kimi böyük alimləri, onlar üçün, padişahlar üçün açdığı süfrədən açır, məliklər üçün açdığı süfrələrdən açır. Onlar da deyirlər ki, şeyx, belə ehtiyac yoxdur. Az bir şey olsaydı yiyib kifayətlənərdi. Deyir ki, siz bundan daha layiqinə, daha yaxşısına layiqsiniz, daha gözəlinə layiqsiniz. Əgər siz elm tələb eləməsəydiniz, mən işləməzdim. Adam Allah üçün cihadla, gecələri Allah üçün ibadətlə, malını Allah yoluna xərcləməklə, gizlində aşağıda Allahdan qorxmaqla, dünyada zahidlik eləməklə Allahın razılığını qazanan qullardan olub. Sən kim olursansa ol, ibadət sənə mane olmur. Allaha ibadət eləmək, ona səcdə eləmək, ona şükr eləmək, onun üçün gözdən yaş gətirmək, o dillə onu zikr eləmək mane olmur. Sən daha da izzətlənərsən, daha da Allah sənə hörmətli eləyər, Allah sənə daha da ucalara qaldırar, Allah Teala qəlbini daha da genişləndirər, insanlar səni daha çox sevər, daha çox hörmət qoyarlar. Niyə görə? Çünki sən onların Rəbbini hörmət qoyursan deyə.
sən belə eləsən, Allah Teala səni daha da hörmətli eləyər. Lakin bəzi insanlar Allaha ibadət eləməyi təkəbbürlüklərinə sığışdırmırlar. Allah Teala deyir ki, Allah Teala buyurur ki ayədə, onlar cəhənnəmə zəlil olaraq daxil olacaqlar. Niyə? Allaha ibadət eləməyi təkəbbürlüklərinə sığışdırmadıqlarına görə. Allah Teala bizi ölənə qədər özünə ibadət edənlərdən etsin. Sonra müəllif buyurur ki, rahiməhullah, Şeyx Muhammed İbn Salih, Allah Teala buyurur ki, Quran-ı Kərimdə Ənbiya surəsi 25-ci ayədə وَمَا أَرْسَلْنَا مِنْ قَبْلِكَ مِنْ رَسُولٍ إِلَّا نُوحِي إِلَيْهِ أَنَّهُ لَا إِلَهَ إِلَّا أَنَا فَاعْبُدُونَ Səndən əvvəl elə bir Rasul göndərmədi ki, ona vəhiy etməyək ki, məndən başqa heç bir ilah yoxdur və mənə də ibadət edin deməyək. Həmçinin Allah Teala Bəyyinə surəsi 5-ci ayədə buyurur ki وَمَا أُمِرُوا إِلَّا لِيَعْبُدُوا اللَّهَ مُخْلِصِينَ لَهُ الدِّينَ حُنَفَاءَ وَيُقِيمُوا الصَّلَاةَ وَيُؤْتُوا الزَّكَاةَ وَذَلِكَ دِينُ الْقَيِّمَةِ Allah Teala buyurur ki, halbuki onlara əmr olunmuşdur ki, həniflər kimi dini Allaha məxsus edərək ona ibadət etsinlər, onun üçün namaz qılsınlar və zəkat versinlər və doğru din də budur. Dəyərli qardaşlarım, bu ayədə özünü tap, əgər İbrahim əleyhissalam kimi, ondan sonra gələn peyğəmbərlər kimi tək Allaha hənif olaraq, şirkdən üz döndərib, tək Allaha ibadət edirsənsə, namaz qılırsansa, əgər malın zəkata düşür, onun zəkatını verirsənsə, وَذَلِكَ دِينُ الْقَيِّمَنْ üzərindəsən, doğru din budur. Sən doğru din üzərindəsən. Bu həmçinin mükafatdır. Ayələrə baxın, dəyərli qardaşlar. Ayələrə baxın, Allah Teala bir çox ayələrdə mükafat verir. Kimlər ki, onları eləyirsə, niyə görə sən sahabələrin haqqında nazil olan ayələrin altına sən düşməyəsən? Sən də düşə bilərsən. İmanınla, Allaha olan təvəkkülünlə, Allaha olan bağlılığınla, çətinlik anında Allaha qul olmağınla vallahi sən də düşə bilərsən. Niyə görə? Çünki ayələr umumidir. Səbəb xas olsa da ayələr umumidir. Onların altına sən də düşə bilərsən. Namaz qılırsan, tövhid əhlisən, sünnəti yaşayırsan. Lakin bu sənə arxayınlıq gətirməsin. İnnəhum kənu yusari'un fil xayrat və yəd'unana rağaban və rahaban və kənu lana xaşi'in. Allah Teala deyir ki, peyğəmbərlər üçün bu səhifəyə baxsaz Quran-ı Kərimdə Allah Teala peyğəmbərlərindən danışır. Deyir ki, onlar xeyir əməllərdə yarışırdılar. Lakin bizə elə dua eləyirdilər ki, qorxu və ümidlə və kənu lana xaşi'in bizim qarşımızda xuşu ilə dayanan qullar idi. Yəni ibadəti et, tövhidi sünnəti yaşa, lakin bu arxayınlıq gətirməsin. Daim Allahdan qorxmaq lazımdır ki, Allah Teala birdən əməllərimizi qəbul eləməz. Sonra buyurur ki, rahiməhullah, yəni aləmlərin Rəbbi olan Allaha məxsusdur. Həmd, elhamdülillahi Rabbil ələmin, yəni buyurur ki, Əl-vasfə bil-kəməli vəl-cəməl vəl-əzəməti lillahi vəhdə. Gözəl söz deyir. Kamilliyi ilə vəsf olunması, ucalıqla, əzəmətlə vəsf olunması yalnız Allaha məxsusdur. Rabbil aləmin, Allah aləmlərin Rəbbidir. Əy murabbihim bin ni'am, neymətləri ilə onları tərbiyə eləyəndir. Və xaliquhum, onları xəlq edəndir. Və malikuhum, onların sahibidir. Vəl mudəbbiru ləhum, onların işlərini idarə eləyəndir. Dəyərli qardaşlarım, son olaraq idarə eləyən Allahdır. Buna yəqin iman gətirmək lazımdır. Bilmək lazımdır ki, Allah idarə eləyir. Sən həyatında nə baş verirsə, o Allahın izni ilədir. Hansı haldasansa, insanlar tez ümidsizliyə qapanırlar. Allah sənə nə təyin edirsə odur. Sən ondan kənara çıxmırsan. Varlısansa Allah istəyib. Kasıbsansa Allah istəyib. Xəstəsənsə Allah təyin eləyib. Sən kimə xeyir eləyirsənsə Allah təyin eləyib. Hər bir halvı Allahdır təyin eləyən. Allah Teala deyir ki, وَأَنَّهُ هُوَ أَضْحَكَ وَأَبْكَ Güldürən, ağladan odur. Əgər gülürsənsə, o səni güldürür. Əgər ağlayırsansa, o səni ağladır. وَأَنَّهُ هُوَ أَمَاتَ وَأَحْيَا Öldürən, dirildən odur. وَأَنَّهُ هُوَ أَغْنَى وَأَغْنَى Varlı eləyən odur, kasıb eləyən odur. Hər bir halda
Allahla razılaşmaq lazımdır. Yəni sən Allaha naşükürlük eləyənlərdən olmamalısan. Ən varlı insan sənsən. Xəstə olsan da, kasıb olsan da, çətinlikdə olsan da ən varlı insan sənsən. Niyə görə? Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, varlı, zəngin odur ki, onun qəlbi zəngindir. Hər bir halda Rəbbi ilə olandır. Peyğəmbər sallallahu əleyhi və səlləm Elhamdülillahi alə kulli halin, hər bir halımızda Allaha həmd olsun. İmtahan gələndə başına hər bir halımızda Allaha həmd olsun deyərdi. Neymət də görəndə, yaxşı bir şey də görəndə nə deyərdi? Elhamdülillahilləzi bi ni'məti tətimmus salihət. Neymətləri sayəsində bütün xeyirlər, gözəlliklər tamamlanan Allaha həmd olsun. Bu sənin Peyğəmbərindir. Xeyir veriləndə həmd eləyirdi. İmtahan da gələndə yenə Allaha həmd eləyirdi. Düzdür, çətin məqamdır, lakin o kişinin yolun gediriksə, həm kişilər, həm qadınlar baxmalıyıq necə olub, elə də olmasa oxşamağa çalışmalıyıq. Allah Teala bizim hər birimizi dəyərli qardaşlar dediklərimizlə faydalandırsın. Allah Teala bizi eşidənlərdən, əməl eləyənlərdən və sonra digərlərinə gözəl şəkildə, hikmətli şəkildə çatdıranlardan etsin. Bütün xeyirlər Allahdandır. Xətaların hər birisi bizim nəfsimizdən və şeytandandır. Aqulu mə səmi'tum və əstəğfirullaha li və ləkum və lisəl muslimin min kulli dən fəstəğfiruhu innəhu huvəl-ğafurur rahim.